Başladıq dərsimizə, mövzumuz atmosferdir. Atmosfer yerin hansı mərhələsində yaranmışdır? Planetar yoxsa geoloji mərhələdə? Tamamilə doğrudur. Atmosfer yerin planetar mərhələsində yaranmışdır. Deyin görək, yaranarkən tərkibində hansı qazın miqdarı çox olmuşdur? Yaranarkən tərkibində bəli, karbon qazının miqdarı çox olmuşdur. Atmosfer yerin hava təbəqəsidir. Təxminən neçə milyard il əvvəl yaranmışdır? Əhsən. Atmosfer yerin hava təbəqəsidir. Təqribən 4,5 milyard illik bundan əvvəl yerin planetar mərhələsində yaranmışdır. Hal-hazırda atmosferin qaz tərkibində 78% hansı qazın miqdarıdır? 78% hansı qazın miqdarıdır? Bəli, azotun miqdarı 78%-dir. Bəs hansı qazın miqdarı 0,3%-dir? Söhbət azlıq çoxluğa tabidir. Söhbət karbon qazından gedir. Bəs hansı qazın miqdarı 0,93%-dir? Diqqətli olun, tələsməyin. Bəli, arqon qazı 0,93. Bəs oksigenin miqdarı neçə faizdir? 21%-dir. Tamamilə doğrudur. Atmosferdə olan kiçik toz, duz, buz kristallarından ibarət olan hissəciklər necə adlanır? Tamamilə doğrudur. Aerozollar adlanır. Atmosferin əhəmiyyəti. Əgər atmosfer olmasaydı, yer səthi gündüzlər həddən artıq isti və gecələr həddən artıq soyuq olardı. Və hər atmosferin əhəmiyyətinə aid bir dənə cümlə yazsın. Eyni də ola bilər, fərqli də ola bilər. Yəni bu açıq bir şeydir, problem yoxdur. Buyurun. Yeri meteoritlərdən qoruyur. Nasper xanım, düz. Səsi yayır, düz. Həyat olmazdı, düz. Hidrosferi yaradır, düz. Səsin yayılması təmin edir, düz. Meteoritlərdən qoruyur. Günəş qabırğa, yəqin qasırğa yazmaq istəyirmişsiniz. Bəli, qasırğasından qoruyur. Ziyanlı sulardan qoruyur. Sonra ultrabənövşəyi şüalardan qoruyur. Tamamilə doğrudur. Tamamilə kütləvi yağıntı, yanğınların qarşısını alır. Düzdür. Yerlə birgə fırlandığı üçün kütləvi yanğınların qarşısını alır. Günəşdən gələn infraqırmızı şüalar, küləyin buludun yarandığı təbəqə, meteoritdən qoruyur. Səsin yayılması təmin edir, ultrabənövşəyi, düz. Sonra əlavə. Vegetasiya dövründə bitkilərlə, o da ola bilər, rentgen şüalarından qoruyur. Eyni şeylər təkrar olunduğuna görə düzgün kimi qəbul. Rabitə əlaqələri tamamilə doğrudur. Yaxşı, atmosferin, diqqətli olun, radio dalğalanmanı təmin edir, düzdür. Diqqətli olun, tənəffüs sisteminə əsasıdır, düzdür. Atmosferin ən sıx təbəqəsi hansıdır? Atmosferin ən sıx təbəqəsi, bəli, söhbət troposferdən gedir. Bəs atmosferin ən nazik təbəqəsi hansıdır? Ən nazik təbəqəsi hansıdır? Nə yaman fərqliliklər var? Böyük kütlədə səhv deyir. Atmosferin ən nazik təbəqəsi troposferdir. Troposfer. Yadda saxlayın.
Ən qalın təbəqəsi hansıdır? Qalın. Bəli, atmosferin ən qalın təbəqəsi məhz egzosferdir. Tamamilə doğrudur. Yaxşı, atmosferin hansı təbəqəsində elektrik cərəyanı axınlarını, qütb parıltılarını, rentgen şüalarını görə bilərik? Söhbət termosferdən gedir. Bəs atmosferin hansı təbəqəsində rabitə əlaqələri mövcuddur? Bu qatın hesabına baş verir. Söhbət termosferdən gedir. Rabitə əlaqələri termosferdədir. Bəs atmosferin hansı qatını kosmosa çıxış adlandırırlar? Belə. Hansı qatı kosmosa çıxış adlandırırlar? Məntiqi yanaşmanız səhvdir yoldaşlar. Fikirləşirsiniz ki, eksosferin axırıncı qatı olduğuna görə oradan o yüzden kosmosa çıxış? Xeyr. Termosferi kosmosa çıxış adlandırırlar. Termosferi yadda saxlayın. Termosfer kosmosa çıxış adlanır. Yaxşı məmkarlar. Daha sonra gəldik. Hansı təbəqədə iyon yüklü zərrəciklər çox olduğuna görə ionosfer qatı yerləşir? Hansı təbəqədə iyon yüklü zərrəciklər çox olduğuna görə ionosfer təbəqəsi məhz o qatda yerləşir? Tamamilə doğrudur. Hansı təbəqədə ozon qatı yerləşir? Stratosfer təbəqəsində. Aha. Biz hansı təbəqədə yaşayırıq? Yəni atmosferin hansı təbəqəsindəyik? Biz atmosferin hansı təbəqəsindəyik? Söhbət troposferdən gedir. Tamamilə doğrudur. Troposferin qalınlığı ekvatorda çoxdur yoxsa qütbdə? Troposferin qalınlığı ekvatorda çoxdur yoxsa qütbdə? Ekvatorda çoxdur yoxsa qütbdə? Əlbəttə, mən ekvator soruşuram. Oraya əlavə heç nə yazmayın. 16-18. Ekvatorda 16-18'dir. Qütbdə nə qədərdir? Soruşacaqdım da ekvatoru. Aha. 8-9 kilometr yazanlar var, 11-12 yazanlar var. Amma böyük kütlə 8-9 yazdığına görə bəli. Qütblərdə 8-9. Belə bir sual. Troposferin qalınlığının ekvatordan qütblərə doğru azalmasının iki səbəbi. Eyni mesajda. Yox, cazibə yazdınız, mən başa düşmədim axı cazibə qüvvəsi necə. Harda çox, harda az və s. Yəni konkret bir mesajda izah istəyirəm sizdən, xahiş eləyirəm. Günay müəllimə, yerin fırlanması cazibə düzdür. Razılaşdım. Amma necə? Cazibə qüvvəsi ekvatordan qütblərə doğru artır. Ona görə qalınlıq azalır. Okey. Yerin fırlanma sürəti ekvatordan qütblərə doğru azalır. Ona görə troposferin qalınlığı ekvatorda çoxdur, qütblərdə azdır. Deməli, cazibə qüvvəsi necə oldu? Cazibə qüvvəsi ekvatordan qütblərə doğru artır. Yerin fırlanma sürəti ekvatordan qütblərə doğru azaldığına görə troposferin qalınlığı ekvatorda çoxdur, qütblərdə azdır. Aydın oldu. Troposferdə hündürlüyə doğru temperatur və təzyiq necə dəyişir? Artır yoxsa azalır? Aygün, tələsmə. Troposferdə hündürlüyə doğru temperatur və təzyiq necə dəyişir?
Jali müəllimə, temperatur nətər artır troposferdə hündürlüyə doğru? Düzəltdi, əla. Azalır hər ikisi də. Yadda saxlayın. Aydın oldu. Bəs stratosferdə necə? Artır yoxsa azalır temperatur? Ay, sağ olun. Əhsən. Mezosferdə necə? Artır yoxsa azalır? Bəs termosferlə egzosferdə necə? Artır. İndi diqqət eləyin, bir dənə deyək, bir dənə qulaq asaq. Deməli, hündürlüyə doğru troposferdə azaldı, stratosferdə artdı, mezosferdə azaldı, termosferlə egzosferdə artdı. Yaxşı. Nicat müəllimin günəşli havada ovqatı çox yüksək olur. Nicat müəllimi necə insan sayılır? Meteo həssas insan. Havanın elementləri bir mesajda. Bir mesajda. Temperatur, təzyiq və rütubət. TRT. Əla. Temperatur, təzyiq, rütubət havanın elementləridir. Yaxşı. Deyin görək. Ümumdünya Hava Xidmətinin fəaliyyət göstərdiyi 3 şəhər bir mesajda. Aferin. Xüsusilə alt-alta yazılan mesajlar çox rahat oxuya bilirəm. Qoy deyim, bilin. Diqqətimi çox tez çəkir. Moskvadır, Melbourne'dur, Washington'dur. Yaxşı. Hansı təbəqəni yerin tacı adlandırırlar? Egzosfer. Bəli. Nəyə görə? Ən üstədir deyə. Tamamilə doğrudur. Çünki tac insanın başına qoyulur. Düzdür? Egzosferdə bütün təbəqələrin tacıdır. Ən axırıncı olduğuna görə. Yaxşı. Günəşdən yer səthinə gələn istilik, şüa, işıq mənbələrinin cəminə deyilir. Sadədən mürəkkəbə. Tamamilə doğrudur. Günəş radiasiyası yer səthinə 2 yolla gəlir. 1, 2, eyni mesajda. Səpələnən və düz radiasiya formasında. İndi mən sizə suallar verəcəm. Zəhmət olmasa, siz düz yoxsa səpələnən olduğunu cavablandıracaqsınız. Fizika aşımı intensiv gedir hansında? Aferin. Aferin. Yaxşı, kölgə yaranmır hansında? Diqqətli olun. Kölgə yaranmır deyirəm. Bu nə böyük kütlə səhv elədi. Başımızın üstündə bulud olanda kölgə yaranır. Hə? Xeyr. Deməli, yaranmırsa səpələnən radiasiya, yoldaşlar. Buxarlanma qabiliyyəti yüksək olur. Ay, sağ olun. Düz radiasiyada. O kölgə yaranmır deyim, izah eləmədim. Bax, düz radiasiyanın hakim olduğu ərazilər bulutsuz ərazilərdir. Orada kölgə yaranır.
Bulud olmadığı üçün günəş düşür, kölgə yaranır. Təbii ki, düz bucaq altında düşəndə yoxdur. Ətrafda bir 5 dərəcədə fərqli olsa, o izə bu izə olsa kölgə yaranacaq. Amma səpələnən radiasiyanın hakim olduğu ərazilərdə kölgə yaranırmı? Xeyr. Diqqətli olun, xahiş edirəm. Buxarlanma qabiliyyəti yüksək olur, qeyd etdiniz ki, düz radiasiyada. Yaxşı, hiqrofitlər yaranır. Ay, sağ olun, səpələnən radiasiyada. Diqqətli olun, havanın su buxarı saxlama qabiliyyəti yüksək olur. Bir nəfər səpələnən yazmadı. Əhsən. Bəli, düz radiasiyada. Su buxarı nədir? 20 dərəcə Selsi özündə çox su buxarı saxlaya bilir, yoxsa 30 dərəcə Selsi? Əlbəttə 30 dərəcə Selsi. Onda belə çıxdı ki, nə qədər havanın temperaturu yüksək olursa, deməli, su buxarı daha çox saxlaya bilir. Diqqətli olun, bunlar vacib və imtihana düşə bilən şeylərdir. Son dərəcə diqqətli olun suallarda. Yaxşı. Düz və səpələnən radiasiyadan əlavə sualımız belə olsun. Deməli, düz və səpələnən radiasiyanın cəmi necə adlanır? Ümumi radiasiya adlanır. Tropkin yox. Kuba, Haiti, Yamayka, Porto Rico, Baham adaları. Burada düz radiasiya daha çox olacaq, səpələnən radiasiya daha çox olacaq. Oyda, nə boyda xaos yarandı? Düz səpələnən, düz səpələnən, düz səpələnən. İzah budur. Həmin ərazilərdə tropik dənizdir. Tropkin dənizi rütubətli buludludur. Tropkin dənizinə düşən yağıntının miqdarı subekvatorialda düşən yağıntının miqdarına yaxındır. Orada səpələnən radiasiya olacaq. Aydın oldu. Diqqətli olun. Yaxşı. Dedik, düz və səpələnən radiasiyanın cəmi ümumi radiasiya adlanır. Deyin görək, ümumi radiasiyanın kəmiyyəti maksimum hansı enlikdə olacaq? Ekvatorialda mı, tropikdə mi, mülayimdə mi, qütbdə mi? Qarışıqlıq var, xaos görürəm. Tropikdə, ümumi günəş radiasiyasının miqdarını soruşuram. Günəş radiasiyasının miqdarını. İndi, vəbşi ümumiyyətlə belə eləyirik. Günəş radiasiyasının miqdarını enliklər üzrə çoxdan aza doğru bir mesajda düzün. Ekvatorial tropik mülayim qütbünü də, yəni. Düzün görək, çoxdan aza. Bəli, ekvatorial enliklərdə orta illik temperatur çox idi. Ay, nə gözəl. Belə gör, nə səliqəli çıxır. Əhsən. Tropik, ekvator... Nə gözəl. Bəh. Tropik, ekvatorial, mülayim, qütb. Razılaşıram sizlə. Tropik, ekvatorial, mülayim, qütb. Tropiklərdə 200-220. Ekvatorialda 140-145, mülayimdə 100-140, qütblərdə 30-35 kilokalori. Bəs günəş radiasiyasının miqdarı dağın ətəyindən zirvəsinə doğru necə? Əvvəl, sonra. Belə yazın, əvvəl, sonra. Qəşəng mesajlar çox maraqlı gəlir. Həqiqətən çox da xoşum gəldi. Qəşəng. Deməli, əvvəl artır, azalır, sonra artır. Orta dağlığa doğru azalır, sonra artır. Zirvəyə qalxdıqca artır. Zirvədə düz, yamacda səpələnən ətəkdə düz. O da düzdür. Əvvəlcə azalır, sonra artır. Qəşəng. Mesajlar hamısı doğrudur. Orta dağlığa doğru azalır. Nəyə görə? Buludluluqla əlaqədar. Orta dağlıqdan yüksək dağlığa doğru təkrar nə baş verir? Artmağa baş verir. Yaxşı.
Bu düz və səpələnən radiasiyanın cəmi ümumi radiasiya adlanır. Diqqət eləyin. Ümumi radiasiya yer səthinə hansı yollarla gəlib çatır ha? Orada nəyə məruz qalır? Yer səthinə gəlib çatan radiasiya. Birini yazmayın da, ikisini də yazın yoldaşlar. Bir qismi nəyə məruz qalır, digər qismi nəyə məruz qalır? Yazırlar yoldaşlar. Əks olunur, udulur. Tamamilə doğrudur. Əks olunan radiasiyanın ikinci adı necə adlanır? Albedo adlanır. Bəzən ümumi səpələnən radiyasiyaya nə deyirik? Udulan radiyasiyaya üzr istəyirəm. Udulan radiyasiyaya nə deyirik? Radiasiya balansı. Tamamilə doğrudur. Radiasiya balansı hansı enliyi çıxmaq şərti ilə hər yanında müsbətdir? Tamamilə doğrudur. Xüsusi, diqqətli olun, xüsusi istilik tutumu az olan səthlərdə albedo güclüdür, yoxsa udulan radiasiya güclüdür? Xüsusi istilik tutumu az olan səthlərdə. Əlbəttə, qar, buz səthindən söhbət gedirsə orada albedo çox olacaq. Ərəblər daha çox hansı geyimə üstünlük verirlər? Ağıllıdırlar ona görə. Ağ geyimə, səhralıq ərazilərdə. Tamamilə doğrudur. Suyun əks etdirmə qabiliyyəti neçə faizdir? Bəzi mənbələr 5%, bəzi mənbələr 15% deyir. Yəni qınamıram. 85-in 15-ə də deyənlər var, 95-in 5-ə də deyənlər var. Yəni o qədər önəmlidir. Siz bilin ki, suyun udma qabiliyyəti daha çoxdur, əks etdirməsi azdır. Buzun da, qarın da əks etdirmə qabiliyyəti çoxdur, udma qabiliyyəti azdır. Havanın isti və soyuq olması rejimi havanın elementlərindən biri temperaturdur. Düzdür? Deyin görək, eyni temperatura malik olan nöqtələri birləşdirən xətlər necə adlanır? Aha, indi sizə bir dənə belə bir sual. Temperaturlar belə deyək, hansı təsvir üsulu ilə verilir? Ay, sağ olun. Ay, sağ olun. İzoxətlər üsulu ilə. Bəs yağıntı hansı üsulla verilirdi? Yox, keyfiyyətlə yox, izoxətlər üsulu. Yağıntı keyfiyyət fonu üsulu ilə. Yaxşı. Ekvatordan qütblərə doğru temperaturun kəskin paylanması, yəni fərqli paylanması yer səthində istilik qurşaqların yaranmasına səbəb olur. Düzdürmü? Yer kürəsində hansı istilik qurşaqları ayrılırdı? Neçə istilik və hansılardır? Zəhmət olmasa bir mesajda. Zəhmət olmasa bir mesajda. Azadə müəllimə. 1 isti, 2 tropik, 2 mülayim, 2 qütb. 1 isti, 2 tropik, elə tropik yox. 1 tropik, 2 mülayim, 2 soyuq. 1 isti, 2 soyuq, 2 daimi şaxta, 2 mülayim. Ardıcıllıq hələ ki... Boy. Başa düşmədim mən yoldaşlar. Biri bir düzgün bir dənə bura cavab yazsın, xahiş eləyirəm. Kübra müəllimə yazıb 1 isti, 2 mülayim, 2 soyuq. Hə, düzdür, Kübra müəllimə düzdür. 1 isti, 2 mülayim, 2 soyuq, 2 şaxta. Düzdür. 1 isti, 2 tropik olmur axı Azadə müəllimə. İsti elə tropikdir də. Tropik işıqlanma quşağındakı istidir. 1 isti, 2 mülayim, 2 soyuq, 2 daimi şaxta.
Yadda saxlayın. Yaxşımı? Bunu diqqətli olun, həmkarlar. Yaxşı, mənə deyin görək, eşidirsinizmi? Mənə deyin görək. Somali yarımadası hansı istilik qurşağında yerləşir? Tropiki yığışdırın. İstilik qurşağı istəyirəm, dəyərli həmkarlarım. Buy. Tropik işıqlanma qurşağıdır. Bir isti, bəli. Azərbaycan, diqqətli olun. Azərbaycan hansı işıqlanma qurşağında yerləşir? Diqqətli olun. Azərbaycan hansı işıqlanma qurşağında yerləşir? Bax, bu işarə xüsusi gəldi Gülşən müəllimiyə. Şimal mülayim, ilk yazdığına görə. Şimal mülayim. Yadda saxlayın. Yaxşı, mənə deyin görək. Britaniya adası hansı işıqlanma qurşağında yerləşir? Britaniya adası hansı işıqlanma qurşağında yerləşir? İstilik qurşağında daha doğrusu. Britaniya adası hansı istilik qurşağında yerləşir? Bəli. Yox, soyuq nədir? Soyuq yox. Şimal mülayim. Yaxşı, İran körfəzi hansı istilik qurşağında yerləşir? Səhvlərə bax, səhvlərə bax. Aman Allah. Tropik İranın cənubundan keçir. İran körfəzinin cənubundan keçir tropik. Harada yerləşir? Şimal mülayim. Yadda saxlayın dəyərli həmkarlar, şimal mülayim. Aha. Yaxşı, mənə deyin görək. Tasmaniya adası hansı istilik qurşağında yerləşir? Cənub mülayim. Yucatan yarımadası hansı istilik qurşağında yerləşir? Yucatan yarımadası bir isti tropiklərin arasındadır. Bir isti yoldaşlar. Bəli, mən istilik deyirəm, siz işıqlanma yazırsınız. Florida yarımadası hansı istilik qurşağında yerləşir? Bəli, şimal mülayim. Bəs onda bir dənə də bağatı sual. Fuji, F-U-J-I deyil axı nədir ki? Başa düşmədim. Nə edirsiniz deyil axı? Bir dəqiqə. Nasbəri xanım, nə edirsiniz siz deyil axı? Yazın ora görək nə edirsiniz. Bir dəqiqə gözləyin yoldaşlar, bir dəqiqə gözləyin. Fuji vulkanı. Niyə mülayim deyil ki? Florida yarımadası tropik xəttdən şimaldadır. Şimal mülayim istilik qurşağında yerləşmir ki. Hə? Həmçinin də şimal mülayimdə Fujiyama vulkanı yerləşir. Yaxşımı? Sonra biraz qatdı da. Yaxşı, mənə deyin görək, Aralıq dənizı hansı istilik qurşağında yerləşir? Aralıq dənizi hansı istilik qurşağında yerləşir? Şimal mülayim istilik qurşağında yerləşir. Məncə kifayətdir. Keçək başqa suallara. Yəni, bunları deməkdə məqsədim odur ki, həm istilik hələ biraz daha qarışıqdır. Hələ işıqlanmadan suallar düşə bilər. İstilik qurşaqları qeyd etdiniz ki, 1 isti, 2 mülayim, 2 soyuq, 2 daimi şaxta, düzdürmü? İstilik qurşağının sərhədləri harda orta illik izotermlərdən keçir? Orta illik temperatur izotermlərindən keçir.
tropiklərdə orta illikdən keçir. Bəs digər illiklərdə nədən keçir? Bəli, Kəminə müəllimə düz yazır. Ən isti ayın orta temperatur izotermlərindən. Yadda saxlayın. İstilik qurşağın sərhədləri tropiklərdə orta illik, digər illiklərdə isə ən isti ayın orta temperatur izotermlərindən keçir. Yadda saxlayın bunu. Sizə bir dənə belə qəşəng sualım var. Bir saniyə, amma onu bir dənə açsın mən səhifəni. Zəhmət olmasa gözləyim. Deməliyim. Nəyə görə? Bu, Cənubi Amerikanın qərbində soyuq Peru cərəyanı, Afrikanın qərbində soyuq Bengel cərəyanı istilik qurşaqlarına burada necə təsir göstərir? Kim yazsa halal olsun, həqiqətən. Görüm hələ. Yox, səhra söhbət deyil. Səhra söhbət deyil, başqa şey istəyirəm. Nə genişlənir, onu istəyirəm. Diqqətli olun. Görüm hələ. Bəli, Aksana müəllimə. Sərhədləri şimala genişləndirir. Düppədüz. Yadda saxlayın. Elə bil ki, orada quraqlıq yaradır. O heç quraqlığı yaradır, o dəqiqdir. Nəyin sərhədlərini daha şimala genişləndirir? Hansı istilik qurşağının? Onu yazaq. Cənub mülayim, tamamilə doğrudur. Cənub mülayimin elə bil ki, sərhədləri daha şimaldan keçir. Diqqət eləsiniz, görəcəksiniz. İstər Afrikanın qərb sahilində, istər Cənubi Amerikanın qərb sahilində bu belədir. Yaxşımı? Daha sonra yer kürəsində uzun illər ərzində qeydə alınan ən yüksək temperatura nə deyirik? Yer kürəsində uzun illər ərzində qeydə alınan ən yüksək temperatura nə deyirik? Mütləq maksimum. Harda qeydə alınıb? 3 dənə məntəqə yazın bir mesajda. Bu kim idi belə qəşəng sərgəli yazıb? Bir dəqiqə görüm. Naspəri. Hamı düz yazıb, çox səliqəli, çox gözəl. Qəşəng Gülnar müəllimə, əla, Günay müəllimə, hamı qəşəng yazıb. Yaxşı, bəs minimumları yazaq. Mütləq minimumlar. Mütləq minimum temperaturlar, bəli. Yapon mütəxəssislər tərəfindən Fuji günbəzi -91,2 dərəcə Selsi, şimal yarımkürəsində Oymyakon -71 dərəcə Selsi. Tamamilə doğrudur. Deyin görək. Temperaturun hündürlüyə doğru azalması bəzi hallarda pozulur. Buna nə deyirik? Buna deyirik inversiya. Bəs tez yazın ki, yoldaşlar, növbət sualı verəcəm. Bəs, əhsən Gülnar müəllimə. Bəs deyin görək, hansı inversiya növüdür ki, bilavasitə relyef inversiyası adlanır və relyeflə əlaqədardır? Orografik inversiyadır, tamamilə doğrudur. Yaranmasının əsas səbəbi gecə
effektiv şualanma yolu ilə torpağın soymasıdır. Əsasən səhralarda yaranır. Bəli. Radiasiya inversiyasından söhbət gedir. Radiasiya. Amma o biri digərinin adı nə idi? O inversiyada isti və soyuq havanın qarşılaşmasından yaranırdı. Diqqət. Sutka ərzində 8 dəfə ölçmə ölçürəm. Toplayıram, bölürəm 8-ə. Buna adlanır. Diqqətli olun. Amma burada səhvlər görəcəm mən. Bunu görmədim ki heç. Qəşşən. Ay gördüm. Amplituda getdi. Amplituda deyil. Orta sutkalıq temperaturda. Həmin orta sutkalıq temperaturun içərisindən 8 dəfə ölçmənin içərisindən ən yüksəkdən ən alçağa çıxıramsa bu necə sayılır? Bu necə sayılır? Bu necə sayılır? Amplituda. Yaxşı, sutkalıq temperatur amplitudası maksimum harda müşahidə olunur? Tez-tez yazın. Konkret yazın. İqlim yazmayın. Konkret vilayətini də yazın ki, mən dəqiqləşdirim. Tropik səhralarda bəs minimum harda müşahidə olunur? Bəli, qütblərdə müşahidə olunur. Bəs illik temperatur amplitudası maksimum harda müşahidə olunur? Hansı iqlim quşağının hansı tipində? Mülayimin kəskin kontinentalında. Tamamilə doğrudur. Bəs minimum harda müşahidə olunur? Ekvatorialda. Bəs o ən çox orta illik temperatur harda müşahidə olunur? Ən çox orta illik temperatur harda müşahidə olunur? Ən çox orta illik temperatur harda müşahidə olunur? Əlbəttə ekvatorialda. O bir nəfər kimsə fərqli yazır ha. İndi bundan söhbət getmir, ümumidən söhbət gedir. Bir də görür hamısı başqa bir şey yazıb, fərqli yazıb. Bilirsiniz ki, səhvdir də. Ekvatorialda illik temperatur amplitudası maksimum olur. Nasber tərəstin, bəli. Ümumiyyətlə orta illik daha doğrusu amplituda yox, orta illik temperatur. Orta illik temperatur çoxdan aza doğru düzə bilərsiniz. 50'lər üzrə. Bir mesajda. Hamıya şey elə bilmədim, ilk üçlüyü qeyd elədim. Ekvatorial, tropik, mülayim, qütb. Hamı düz yazıb, halal olsun. Halal olsun. Yaxşı, onda belə bir sual. Diqqətli olun. Diqqətli olun. Şimal yarımkürəsində quruda ən isti ay hansı ay hesab olunur? Şimal yarımkürəsində quruda ən isti ay hansı ay hesab olunur? Hərfə baxıram. Axırıncı hərfi görüm kim düz yazıb. Əla. Əla. L'lar nə qədər düzüb Nigar xanım. Bəli. İyul ayı. Bəs su səthi üzərindən soyuq ay hansı ay, ən isti ay hansı ay hesab olunur?
Bəs şimal yarımkürəsində quru səthində ən soyuq ay? Bəs su səthində ən soyuq ay? Tamamilə doğrudur. Bir dənə mən izah edeyim. Deməli, şimal yarımkürəsində quruda ən isti ay iyul, suda ən isti ay avqust. Ən soyuq ayda bunlardan bir ay sonra. Daha doğrusu üzr istəyirəm. Daha doğrusu belə deyək. Ən soyuq ay yanvar ayı, ən soyuq şeydə də belə deyək. Bax, şimal yarımkürəsində quruda ən isti ay iyul, suda bir ay sonra avqust. Şimal yarımkürəsində ən soyuq ay quruda yanvar, suda da bir ay sonra fevral. Bəli, istilik tutumuna görə fərqlidir. Cənubda da ki eynidir. Yəni bunun tərsidir. Ehtiyac yoxdur. Ehtiyac yoxdur. Ehtiyac yoxdur. Atmosfer təzyiqini hansı cihazla ölçürük? Barometrlə ölçürük. Tamamilə doğrudur. Barometrlə ölçürük. Normalda mənə bu qədər mesaj gəlmir, bu qədər zəng gəlmir. Bu dərsə qoşulanda, xüsusilə dərsi qeydə alanda mesajın dalıca, zəngin dalıca. Buna bir çarə qılmaq lazımdır. Gərək mən statusda paylaşam ki, məni 19-dan 23:00-a qədər narahat eləməyin yoldaşlar. Deməli, yer kürəsində ən yüksək atmosfer təzyiqi harda qeydə alınmışdı? Ən yüksək atmosfer təzyiqi, bəli, Rusiyada Sibir ərazisində qeydə alınmışdı. 816, düzgündür, düzgündür. Bəs ən alçaq temperatur harda qeydə alınmışdı? Ölkə adı. Neyse, növbəti sualı son dərəcə diqqətli olun. 4 dənə bir cümlə şey yazacaqsınız, alt-alta yazın. Deməli, yüksək alçaq təzyiq sahələri var. Enliklər üzrə hansı yüksəkdə, hansı alçaqda, ekvatordan qütblərə doğru bir mesajla xahiş edirəm. Ekvatorial alçaq, tropik yüksək. Mülayim alçaq, qütb yüksək. Şimdi qonağımız. Aha. Ekvatorial alçaq, tropik yüksək. Mülayim alçaq, qütb yüksək. Hamıya əhsən. Aha. Yaxşı. Diqqətli olun. Termik səbəbdən yaranan iki təzyiq sahəsi. Sən bax, imtahanda istər MİQ, istər sertifikasiyada çaşdırıcı sual qismində buna rastınıza çıxa bilər. Termik səbəbdən yaranan ekvatorial alçaq təzyiq sahəsinin qütb yüksək təzyiq sahəsidir. Yadda saxlayın. Yaxşı, dinamik səbəbdən yarananlar hansılardır? Tropiklə mülayim. Yaxşı, dinamik səbəbdən yaranmayan alçaq təzyiq sahəsi. Oy maşallah, dedim çaşarsız, çaşmadınız. Aha. Dinamik səbəbdən yaranmayan alçaq təzyiq sahəsi. Söhbət ekvatorialdan, çünki termik səbəbdən yaranır. Yox, termik səbəbdən yaranır. Ekvatorial alçaq. Bəs termik səbəbdən yaranmayan yüksək təzyiq sahəsi. Termik səbəbdən yaranmayan yüksək təzyiq sahəsi.
tropik yüksək təzyiq sahəsidir. Belə, bu qədər. Təşəkkür edirəm.